Hər birinizi xoş gördük. Əziz və hörmətli Excellent izləyiciləri, yeni video ilə qarşınızdayıq. Əslində bu və bundan sonraki videolarımız daha çox T hərfi ilə başlayan formullar haqqında olacaq. Müəyyən bir hərflə başlayan bir formullar haqqında danışacağıq və bugün biz T hərfi ilə başlayan formullardan biri, yəni translate formulası barədə danışacağıq. Translate formulası yeni Excel funksiyalarından biridir və gəlin Excel fayılına keçid edək. Formula necə işləyir? Formulanın işləmə mexanizmi çox sadədir. Bərabər translate formulasının adını qeyd edirik. Burada bizdən text istəyir. Text deyəndə biz hansısa bir deməli, xananı seçirik, tərcümə etmək istədiyimiz xananın adını seçirik. Ondan sonra virgül qoyub növbəti arqumentə keçirik. Burada source language soruşacaq. Source language hansı dildədirsə, həmin dilin kodunu yazırıq. Adətən kod dırnaq içində yazılır və dırnaq işarəsini yazanda siz artıq bir çox, 100-dən çox siyahıda olan dilləri görürsünüz. Məsələn, mən ingilis dilində qeyd edirəm, N. Çünki hal-hazırda xanada ingilis dilində bir mətn yazılıb. Ondan sonra vergül işarəsini basandan sonra target language, yəni tərcümə etmək istədiyimiz dili seçirik. Dırnaq içində qeyd etsək və məsələn az sözünü yazsaz, burada Azərbaycan dilində deməli seçimi çıxır. Enter basan zaman baxın burada subject sözünün avtomatik tərcüməsini görə bilirik. Eyni deməli bu formulanı sağa sürüşdürməklə biz digər başlıqların da bu formada tərcüməsini görə bilirik. Yəni standart olaraq formula bu formada işləyir. Translate yazacağıq, xananı qeyd edəcəyik və hansı dildən hansı dilə tərcümə etmək lazım olduğunu qeyd edəcəyik. Bəs bu translate formulası hansı hallarda bizim işimizə yaraya bilər? Gəlin biraz daha çox case üzərindən baxaq. Təsəvvür edin ki, siz beynəlxalq bir şirkətdə çalışırsınız və həmin bir şirkətin bir çox ölkələrdə filialları vardır, ofisləri vardır və siz hamıya oxunaqlı olan bir hesabat hazırlamısınız. Hesabatın da ön hissəsində belə bir təlimat qeyd eləmisiniz ki, hesabatı hansı formada təqdim etmək lazımdır. Belə bir instructionlar, yəni təlimatı müxtəlif dillərə çevirmək olar asan formada. Mən bunun üçün necə edəcəm? Deyək ki, burada xanalardan birində, gəlin bunu ağ rəngdə qeyd edəcəyik, data menyusundan keçib data validation komandasından bir siyahı yaradırıq və source kimi sadəcə olaraq virgül daxil olmaqla, baxın bunları yazıram, İngilis dili, D Alman dili, F fransız dili və gəlin bir də RU yazaq, Rus dilini qeyd edək. Hal-hazırda seçimlər edəndə, baxın bunu bu şəkildə düzəldirik. Mən həmin dillərin bu formasını görürəm və gəlin burada translate formuası ilə tərcüməni aparaq. Mətindir. Source language-i əslində vergül işarəsini, növbəti vergülü bassaz, bu deməkdir ki, source language, yəni dilin özü susmaya görə ingilis dilini başa düşəcək. Və yaxud bunu dırnaq içində də English yaza bilərsiniz. İndiki halda mən sadəcə skip eləyirəm, vergül qoyuram növbəti və hal-hazırda biz bunu görürük, target language hansı dilə tərcümə edəcəyik. Hansı dilə tərcümə edəcəyimi isə sırf xanadan seçirəm, M2 xanası və bunu da F4 düyməsi ilə sabitləyirəm. Instruction götürəcəyik. Fransız dilində o qədər dəyişikliyi hiss etmirik. Gəlin Alman dilinə baxaq və burada Alman dilində olan onun tərcüməsini görürük. Eyni zamanda Rus dilinə və s. Və burada təlimatı görürsünüz. İndi sadə halda, sadəcə olaraq formulanı götürəcəyik və lazım olan xanalara kopyalayacağıq. Baxın, bu şəkildə biz aşağıya çəkdiyimiz zaman bu şəkildə biz deməli tərcüməni görürük. Alman dili, fransız dili və s. Bu şəkildə götürə bilərsiniz. İdeal halda siz bütün bu yazıları kənarda bir xanaya yaza bilərsiniz. Ondan sonra sadəcə olaraq həmin xanalara
formula qoyduqdan sonra gizlədə bilərsiniz və sadəcə olaraq bu şəkildə əsas pəncərəni görə bilərsiniz. Baxın, bunu bu şəkildə mən Format Painter edirəm və indiki halda dəyişməklə avtomatik deməli dili dəyişə bilirəm. Bu formada çox müxtəlif şəkildə təlimatlar, müəyyən bir fayllarınızı, hesabatlarınızı müxtəlif dillərdə hazırlaya bilərsiniz.